Növbəti izah videomuzun mövzusu Hindistandır. Hindistan Asiya qitəsində yerləşir. Ərazisindən Hind və Qanq çayları axır. Biz bu dövlət haqqında, buradakı olan yaşantı haqqındakı ən qədim məlumatları Mohenjo-daro və Harappa xarabaxanlıqlarından, digər adı ilə Mohenjo-daro və Harappa mədəniyyətlərindən öyrənirik. Nələr öyrənirik bu mədəniyyətlərdən? Birinci Mohenjo-dan baxaq. Mohenjo-daro. Burada biz Hindistanda su kəmərlərinin, bir də kanalizasiya sisteminin mövcud olduğunu görürük. Ki, əvvəl burada yaşantıda su kəmərləri və kanalizasiya sistemləri mövcud olub. İkinci xarabaxanalığımız olur Harappa. Harappa'da biz görürük ki, qədim Hindistanlılar binalar tikilmişlər, binalardan istifadə edilmişlər. Yəni, mədəniyyət dedikdə sizə ağlınıza ancaq sənətkarlıq, xalçaçılıq və s. gəlməsin. Mədəniyyət həm də bir yaşantıdır. Hindistan ərazisinə eradan əvvəl 2-ci minillikdə Ari tayfalarının hücumu olur. Ari tayfalarının başçıları Raci adlanır. Arilər bura gəldikdən sonra Hind xalqının adət ənənələrini, dilini, yazısını mənimsəyir və yavaş-yavaş Hindlər üzərində ağalıq etməyə başlayır və Hindlərin içərisindən özlərinə qullar da götürür, əsir götürürdülər və qullara Hindistanda yad düşmən deyirdilər. Deyirdilər ki, qullar burada yad düşməndir. Və bu formada racələr zamanla daha böyük olurdu, tayfa başçısı, sonra olurdu daha böyük bir başçı. Yəni artıq zamanla 1-ci minillikdən etibarən Hindistan ərazisində ayrı-ayrı yerlərdə dövlət xarakterli birliklər yaranmışdı. Lakin bu o demək deyil ki, Hindistanda vahid dövlət yarandı. Xeyr, Hindistanda hələ də bir vahid dövlət yoxdur. Məhz Hindistanda vahid dövlətin olmaması bura tez-tez düşmən hücumlarının olmasına gətirib çıxarırdı. Bəs bura kimlər hücum edirdi? İndi onlara baxaq. Eradan əvvəl 6-cı əsrdə Hindistan ərazisi Əhəmənilərin hakimiyyəti altına düşür. Əhəmənilər. Lakin bilirik ki, Əhəmənilərin varlığını eradan əvvəl 330-cu ildə Makedoniyalı İskəndər son qoyur və bu son qoymadan sonra Hindistan ərazisi yenidən müstəqil olacaqdı, lakin ola bilməyəcək. Eradan əvvəl bu səfər də 327-ci ildə Makedoniyalı İskəndərin hakimiyyəti altına düşəcəklər. Lakin Makedoniyalı İskəndər bütün Hindistanı tabe edə bilməyəcək. Nəyə görə? Çünki əsgərləri uzun yoldan gəlmişdilər, yorğun idilər. Ona görə də Hindistanı tam şəkildə tabe edə bilməyəcəklər. Və bilirik ki, 323-cü ildə Makedoniyalı İskəndər öləcək. Və onun ölümündən sonra onun hakimiyyəti altında olan yerlərdə məhz müstəqil olacaq. Bunlardan biri də elə məhz Hindistandır. Hindistanda da bu zaman Maurya sülaləsi hakimiyyətlərdir. Onların hakimiyyəti eradan əvvəl 317-də başlayır, eradan əvvəl 180-ə qədər gedir. Burada bu Maurya sülaləsinin içərisində bir-birlərinə qarşı mübarizə gedirdi. Bu mübarizədə də Chandragupta xeyli fərqlənirdi. Xeyli bir mübarizədə fərqlənirdi. Lakin dövlətin vahid halda birləşməsinin onların heç bir əlaqəsi yoxdur. Dövləti vahid halda eradan əvvəl 3-cü əsrdə Ashoka birləşdirəcək. Ashoka dövləti vahid halda birləşdirdikdən sonra ölkədə islahatlar keçirəcək. Nə edəcək? Ölkə 33 kitabə qoyduracaq. Yəni ölkəni vahid halda birləşdirdiyində qeyd etmişdik. 33 dənə kitabə qoyduracaq. Budizm dinini himayə edəcək və dövləti gücləndirəcək. Lakin onun ölümündən sonra dövlət yavaş-yavaş zəifləyəcək və 180-ci ildə Maurya sülaləsi süqut etdikdən sonra məsələ dövlətdə parçalanacaq. İndi keçək Hindistan mədəniyyətinə. Hind mədəniyyəti olduqca zəngin mədəniyyətlərdən biridir. Həmçinin kəskin mədəniyyətlərdən biridir. Hindistanda təbii ki də çox tanrılıqdır. Hətta belə bir fikir var ki, Hindistanda baş tanrının adı Brahmadır. Brahma bədənin üzvlərindən insanlıq yaradır. Məsələn, budlarından döyüşçülər yaradır, əllərindən sənətkarlar yaradır. Yəni bu formada müəyyən fikirlər, əfsanələr var ki, Brahma öz bədən üzvlərindən Hind xalqını formalaşdırır. Hindistanda eradan əvvəl 12-ci, 11-ci əsrlərdə kasta quruluşu formalaşır. Kasta nədir? Bunu topluda görsəniz necə tapacaqsınız? Kasta bərabərdir qəti sözü ilə. Qəti qaydalarla müəyyən edilmiş insan qrupları, yəni qətiyyətlə bu da bərabərsizliyi meydana qoyurdu. Heç kəs bir-birinin təbəqəsinə qarışmırdı və burada kastaya daxil olmayanlar toxunulmazlar adlanır. Toxunulmazlar.
Onlara çəkilişləri gördürürlər. Məsələn, kanalizasiya sistemlərinin, borularının və s. təmizlənilməsi hamısını bu toxunulmazlar edirdi. Hindistanda 2 dənə din var. Biri Hinduizmdir. Digəri isə Budizm dinidir. Yəni, yenə də çox tanrılıdırlar. İndi danışaq bir bu dinlərdən. Hinduizmin bütün qanun toplusu Veda adlanır. Yəni, bu dinin qanunlar külliyyatı Veda adlanır. Budizm dini də eradan əvvəl 6-cı əsrdə Gautama tərəfindən meydana gətirilmişdi. Onlar da həmçinin həyatın işığını, həyatın dərinliklərini araşdırmağa çalışırdılar. Yəni, bir növ biz bunu Çindəki Konfusiyə də bənzədə bilərik. Dinin, yəni Gautamanın yolu ilə gedənlər Budda adlanır. Budda, yəni həqiqətlə işıqlanmış deməkdir. Onlar 8 dənə doğrunun arxasıyla gedirlər. Doğru söz, doğru baxış, doğru rəftar. Yəni bu formada və onlar qətiyyətlə kastalara qarşı çıxırdılar. Yəni həyatın sadə formasında gedə biləcəyinə inanırdılar. Yəni dində də əsas Hinduizmlə Budizm dinidir. Və sonra yazıya, fəlsəfəyə baxsaq 0 rəqəmini kəşf ediblər. Sonra şahmat oyununu kəşf ediblər. Yəni Hindistan şahmatın vətəni sayılır. Şahmat bərabərdir vətəni sayılır. Burada daşdan yonulmuş darvazalardır, sütunlar isə bunların memarlıq, heykəltaraşlıq, belə desək, adətlərinə aiddir, yəni mədəniyyətlərinə. Şahmata isə deyirdilər ki, 4 növ qoşun. Bu formada. Bu da olur bizim Hindistanımız.